Firudin bəy Köçərli. Firudin bəy seminariyanın Azərbaycana köçürülməsini çoxdan planlaşdırırdı. Bu mühüm işə Azərbaycan maarifçiləri hələ 1884-cü ildə təşəbbüs göstərmişdilər. Seminariyanın müəllimi Səfərəli bəy Vəlibəyov həmin il aprelin 24-də çağırılmış pedaqoji şurada Azərbaycan şöbəsinin vəziyyəti haqqında fikrini yazılı surətdə bildirmişdi. O tələb edirdi ki, Azərbaycan şöbəsi müstəqil olsun və Azərbaycanın hər hansı bir rayonuna köçürülsün. Lakin nə rus çarı, nə də gürcü knyazları seminariyanın Azərbaycan şöbəsini köçürməyə icazə verirdilər. Firudin bəy icazəsiz Azərbaycan şöbəsinə məxsus bütün əmlakı, mebel, kitabxana və başqa tədris ləvazimatını müxtəlif avadanlığı vaqona doldurtdurub öz xərci ilə Ağdama aparırdı. Ağdam deyirdi, hər halda Azərbaycanın rayonlarına Qoridən qat-qat yaxındı. Bir də ki, bu bizim müsəlmanların xristian içinə uşaq vermirəm bəhanəsini də kəsərdi. Lakin Azərbaycan sərhəddini keçib Qazaxa yaxınlaşanda Gürcüstan hökuməti bundan xəbər tutub əmlakı geri qaytarmaq istəyir. Vaxtilə qubernator olan Ağsaqqal Mənsur ağanın işə qarışması nəticəsində gürcü zabitləri fikirlərindən dönürlər. Firudin bəy irəli yeriyib, ağalar, bəylər dedi. Qəhərdən boğazı qurumuşdu. Bir neçə dəfə öskürüb, siz ki mənə bu təmənnasız yaxşılığı etdiniz. Mən də əvəzində sizə hörmət əlaməti olaraq onu edə bilərəm ki, Qori seminariyasının Azərbaycan şöbəsini Qazaxda açım. Görünür, qismət belə imiş, əlavə etdi.